Deməli, baxırıq əvəzlik bölməsindəki sualların izahına. Hansı cümlədə işlənmiş əvəzlikdən sonra vergül işarəsi qoyula da bilər, qoyulmaya da bilər. Yəni, iki mənada başa düşülən əvəzlik olsun. O, həmin oğlandır, bu yəqin sən deyəndir, bu kitabı oxudu. Baxın, bu kitabı oxudu. Deyirəm ki, bu kitabı oxudu. Yəni, şəxs olaraq kim bu? Onun həmin mənada bundan sonra vergül qoyulmalıdır. Bir də var deyirəm ki, bu kitabı oxudu. Yəni, o kitabı yox, bu kitabı. Hansı kitabı? Burada da işarə məqsədlə işlədiyinə görə orada vergül qoyulmayacaq. Yəni, C variantında həm vergül işlədilə də bilər, işlədilməyə də bilər. Bugün imtahan necə keçdi cümləsindəki əvəzliklərin növü ilə bağlı hansı növbə ilə hansı nitq hissələrini əvəz etmişdir? Hansı nitq hissəsinin sualına cavab verirsə, o nitq hissələrində əvəz etmiş sayılacaq. Baxaq. O, kim o? Burada deməli o ismin yerində işlənib. Bugün imtahandan necə keçdi? Necədən sonra da feil gəldiyinə görə zərf əvəz etmiş sayılacaq. Yəni burada isim və zərf 1 və 3 bəli A variantıdır. Əvəzlik mənaca növünü nəzərə alaraq məntiqi ardıcılığı tamamlayın. Siz, heç kim, həmin hansı. Deməli siz nədir? Şəxs əvəzliyidir. Heç kim qeyri-müəyyən əvəzliyi, həmin işarə əvəzliyi, hansı sual əvəzliyi, təyin əvəzliyimiz yoxdur. Yəni, cavab B variantıdır. Vüqar bugün kəndə yola düşəcək cümləsində altından xətt çəkilmiş sözü hansı sözlə əvəz etmək olar? Yəni, vüqar sözü nədir? Mübtədə rolunda çıxış edib, yəni isim əvəz edib. İndi isim əvəz edə biləcək əvəzlikləri bura qeyd eləməliyik. Məsələn, onu artıra bilərik sonra. Və yaxud xəbərinə baxaraq. Baxın, o bugün yola düşəcək. Bəli, onu qoya bilərik. Kimisi bugün kəndə yola düşəcək. İkini də qoya bilərik. Biz bugün kəndə yola düşəcək. Yox, düşəcəyik olmalıydı. Ona görə artıra bilmirik. Siz bugün kəndə yola düşəcək. Yox, düşəcəksiniz olmalıydı. Biri bugün kəndə yola düşəcək. Birini qoya bilirəm. Mən bugün kəndə yola düşəcək. Yox, yola düşəcəyim olmalıydı. Deməli, burada 1, 2, 5 bizim cavabımızdır. Sonra Əli ilə Vasif yeni binada yaşayır. Həmin binada Vüsal Cildol cümləsində əvəzi hansı nitq hissəsini əvəz etmişdir? Hansı nitq hissəsinin sualına cavab verirsə, o nitq hissəsində əvəz etmiş sayılacaq. Həmin binada, hansı binada, həmin binada, həmin hansı sualına cavab verdiyinə görə burada sifəti əvəz etmiş sayılacaq. 6-ya baxırıq. Hansı fikir doğrudur? Bütün əvəzliklər hallanır. Xeyr, bütün əvəzliklər hallana bilmir. Bütün əvəzlik mənsubiyyəti xeyr, şəxs əvəzliklər dəyişmir. Əvəzliyin özü məxsus qrammatik şəkilçisi var, yoxdur. Əvəzliyin məna növlərinin hər birində isim əvəzliyin əvəziyə rast gəlmək olmur. Xeyr, niyə olmur ki? Olur. Hər iki mənası əvəzliyi olan amonim əvəzlik var. Hər iki mənası əvəzliyi olan bəli. O əvəzliyinə söhbət gedir. Həm işarə, həm şəxs əvəzliyi kimi. Hansı cümlədə işarə əvəzliyindən sonra vergül qoyulmalıdır? O daha, odan sonra baxın, daha köməkçinin hissəsi gəlib qoyulmaz. O həmin, odan sonra həmin əvəzliyi gəlib deyə olmaz. O kitab çox maraqlıdır. Hansı kitab, hansı sualına cavab verir deyə olmaz. Yəni sifət əvəz edib. Bu hansı əsərdir? Bundan sonra hansı sual əvəzliyi gəlib ona görə olmaz. Bu qəribə insandır. Kim bu? İsmin sualına cavab verir və özündən sonra vergülü tələb etməyəcək bir durum olmadığına görə vergül qoyuruq. Şəxs əvəzliyini aid etmiş fikirlərdən hansı səhvdir? Şəxs əvəzlikləri ismi əvəz edə bilir. Doğrudur. Mənsubiyyətə görə dəyişmir. Doğrudur. Hal şəxsi qəbul edərək hallanır. Doğrudur. Birinci şəxs təkinin əvəzliyi ancaq insan anlayışı bildirir. Bu da doğrudur. İsmi əvəz edərək əşyanın adını bildirir. Xeyr, ismi əvəz edə bilir, amma əşyanın adını bildirmək yalnız ismə aid xüsusiyyətdir. Yəni bu ismi əvəz eləsə belə isim olmur ki, əşyanın adını bildirsin. Bu kənddə yaşayır. Bu işarə əvəzliyi cümlədə mübtədə olması üçün əvəzlərdən sonra cümləyə nə əlavə edilməlidir? Vergül işarəsi. Yəni bu filan kəs kənddə yaşayır. İnsan olaraq göstərir. Vergül işarəsi işlədilməlidir. Elə sözünün əvəzlik kimi işləndiyi cümləni müəyyən edin. Elə sözünün əvəzlik kimi işləndiyi cümləni. Bax görə, elə mən də səninlə bu fikir deyəm. Burada əvəzlik deyir. Elə edilən hücumlar el oba mənasındadır. Nazim bu işləri tez elə etmək feili mənasındadır. Elə işə başlamışdım ki, necə elə. Burada da deməli, elə işə başlamışdım. Yəni təzəcə, yenicə burada da ədat kimi işlənib. Elə gəlsin, elə getsin araqda söz olmasın. Necə nə tərzdə burada əvəzlik kimi işlənib. Köməkçi nitq hissəsi, yəni zərf əvəz edib də necə nə tərzdə ona görə sualına cavab verdi. Köməkçi nitq hissəsi ilə amonim ola bilən əvəzi işlənmiş cümlə hansıdır? Biz çox çalışırıq. Burada deməli biz isimlə amonimdir. Yəni bizə deyir köməkçi nitq hissəsi ilə amonimliyi olsun. Mən də onunla bu fikirdə idim. Burada yoxdur. O yeni işini qısa zamanda mənimsəmişdi. Burada da yoxdur. Sən və mən biz. Burada bizdir. Amma köməkçi hissəsi kimi işlənmir. Bu işi necə həll edə bilərik? Necə sözü burada əvəzlikdə, həmçinin ədat kimi də işlənir.
12-yə baxırıq, görək səs yazırmı? Bəli. Belə işarə əvəzi heç bir şəkildə qəbul etmədən hansı söz əvəz edə bilməz? Təbii ki, ismi. İsmi əvəz etmək üçün qarıda isimdir. İsmi əvəz etmək üçün deməli, belələri həm cəm şəkilçisini qəbul etməlidir, sonra da mənsubiyyət şəkilçisini qəbul etməlidir. Cəm və mənsubiyyət şəkilçisini qəbul etdikdən sonra ismi əvəz edə bilər. O əvəzlərdən sonra mübtəda vəzifəsində olarkən ondan sonra isim, sifət, say, əvəzlik, zərf, məsdər, qoşma, ədat, modal sözlər işlənsə vergül qoyulmalıdır. Verilmiş hökmlərdən yanlışlığı tapın. Baxın, bu əvəzlər mübtəda vəzifəsində olarkən əvəzlik gələndə vergül qoyulmur, məsdər gələndə vergül qoyulmur, qoşma gələndə vergül qoyulmur, ədat gələndə vergül qoyulmur. Deməli, əvəzlik, məsdər, qoşma, ədat. Məsdər, qoşma, əvəzlik, ədat olmamalı idi. Bəli. Şəklə diqqətlə baxın. Gözəl dişlərini hər gün yaxşıca fırçalar. Yuxarıdakı cümlədə aşağıdakı verilən suallardan hansı ardıcılıqla cavab alına bilər? Gözəl, kim, dişlərini, nəyi, nə zaman, nə tərzdə, nə edir? Kim, nəyi, nə zaman, necə edir? C variantı. Sözlərin üstündə onlara əvəz edəcək əvəzliyin hansı növü ola bilər? Tərbiyə ana bətnindən başlayır. Nə, nədən, nə, nədən, nə edir? Baxın, nə, bura nəyin üstünə sualını qoya bilərəm. Nədən, nə edir? Deməli, sual əvəzlikləri. Hansı cümlədə əvəzlik həm ismi, həm də zərfi əvəz edə bilən söz kimi düşünülə bilər? Hansı cümlədə deyir əvəzlik həm ismi, həm də zərfi əvəz edir? Necə oxuyur bu cavan? Bu kənddə yaşayır, bu kənddə yaşayır. Elə insan var, heyran olursan, müşfiq harada? Deməli, müşfiq harada yaşayır? Burada təbii ki, olacaq E variantı. Çünki harada sualı var. Bir var deyirəm ki, müşfiq Bakıda yaşayır. Orada ismi əvəz etmiş olacaq. Bir də var deyirəm, müşfiq sağda yaşayır və ya solda yaşayır, yuxarıda yaşayır, aşağıda yaşayır. Bu şəkildə də zərf əvəz etmiş sayılacaq. Hansı cümlədə əvəzliyin özünü də əvəz edə bilən əvəz işləmiş? Yəni, bizə nə deyir? Bizə deyir, sual əvəzliyin işləndiyi cümləni tapın. Kimi kartop burada qeyri-müəyyəndir, kimisi qeyri-müəyyən, içəridə kimsə var, qeyri-müəyyəndir. Hər nə gördünsə, burada yoxdur. Ay yoldaş, onun hara getdiyini biz də bilmirik. Baxın, hara var burada, sual əvəzliyi var. Cavab D variantıdır. Hansı cümlədə əvəzlikdən sonra vergül işlənməlidir? Vergülün işləndiyi məqamı tapmalıyıq. Bu cavan oğlan, hansı cavan oğlan işlənməməlidir? O sənin fəda, odan sonra sənin əvəzlik gəlib işlənməməlidir. Bu hadisədən sonra bəziləri şübhəsiz ki, narahat olacaq. Bu hadisədən sonra, hansı hadisədən sonra hansı sualına cavab verir? Vergül işlənməlidir. Bu hadisədən sonra burada buğdan yox, amma baxın, bəziləri sözü var. Bəziləri sözündən sonra vergül qoya bilər. Ona görə cavab C variantı. Gəlin digərinə baxaq. Odan sonra feil gəlib olmaz. Budan sonra köməkçi səs gəlib olmaz. C variantıdır. C-də də bu yoxa, bəzilərinə görə, bəziləri sözünə görə. Nümunədə işləmiş əvəzliklərlə bağlı səhv fikri bizdən istəyir. Gəlin əvəzlikləri tapaq, sonra da səhvləri seçək. Qapadı gözünü o, mənsiz necə? Necə dəfn etdiniz? Necə dəfn etdiniz? Məndən xəbərsiz. Bir qarı dilləndi, anan ölüncə dedi ki, balamı çağırmayın siz. Bir də siz var. Nümunədə 4 şəxs əvəzliyi işlənmişdir. Burada baxın 2 dənə şəxs əvəzliyi var. O bir də siz. 4 dənə yoxdur. Ona görə cavab A variantıdır. Sözlərdən yalnız biri əvəzlikdir. Birgə zərfdir, birincilik isimdir, birdən-birə zərfdir, biri əvəzlikdir, bir də zərfdir. Əvəzliklər haqqında hansı əvəzliklər haqqında səhv fikri bizdən istəyir. Özünə məxsus suallı olmur, doğrudur. Doğruca mürəkkəb olanlar istinali yazır, doğrudur. Öz əvəzliyi sıfıraldır, müstəqil cümlə uzvu ola bilmir, ola bilir. Niyə ola bilməsin? Həm ismi, həm də sifət əvəz edə bilən əvəzliklər hansıdır? Deməli, burada baxırıq, budur, həm ismi, həm sifət əvəz edə bilir. Sonra öz, həm ismi, həm sifət əvəz edə bilir. Hər yox, həmin yox, bir də eyni. Eyni sözü, həm sifəti, həm də ismi əvəz edə bilir. 1, 2, 5 bizim cavabımızdır. Hansı cümlədə əvəzlikdən sonra vergül işlənməsi doğrudur? Budan sonra köməkçi səs gəldi deyə götürmürük. Budan o mənsiz heç nə edə bilməsi. Kim o? Cavab B variantı. Çünki mənsiz əvəzlik deyil, sifətdir. O, kim o? İsmin yerində işlənib, mübtədə rolundadır və özünə sonra vergül işlənə bilər. Nümunədə hansı növ əvəzlik işlənmişdir? Mən görə bilmədim. O zaman, ne üçün? O zaman. Ne üçün? Baxın, ne üçün var? Arxamda duran o haqsızlığı. O, bircə mənası var. Dedim hər sözün, hər. Mən seçə bilmədiyim qaradan ağı. Mən seçə bilmədiyim qaradan ağı. Burada deməli işləndi. 2 şəxs əvəzliyi. 2 şəxs əvəzliyi görürəm. Sonra, ne üçün? Bir sual var. Bir də
Hər tapdıq. Təyini. Elə bir cavabımız varmı? Var. Xüsusiyyətlərdən hansı şəxs və sual əvəzlikləri üçün ortaq sayıla bilər? Ortaq fikri bizdən istəyir. Yalnız ismi əvəz etmək, qrupca üç cür olmaq, nə sualına cavab vermək yox, mənsubiyyətə görə dəyişmək yox, cəm şəkilçisi qəbul etmək, cəm şəkilçisi qəbul etmək hər ikisinə ortaq cəhət sayıla bilər. Bəli. Sonra, məsəl üçün, şəxs əvəzliklərdə baxın, onlar, bizlər, sizlər, görürsünüz, qəbul edir. Sual əvəzlikləri üçün də, məsəl üçün, kimlər, nələr, bu şəkildə əvəz edə bilir. Hansı əvəzlik nə sualına cavab verə bilər? Hansı əvəzlik? Təbii ki, cansız varlıqları da bildirən bir əvəzliklərdən söhbət getməlidir. Burada hərə olmaz, mən yox, bəzi də yox, özün də yox. Maksimum götürmək olar A variantını. Hal və mənsubiyyət şəkilçisi qəbul edən əvəzliklər hansı cümlədədir? Hal və mənsubiyyət hər ikisini qəbul etmiş olsun. Baxaq görək. Birindən burada yox. Yəni, burada mənsubiyyət yoxdur, görmürəm. Sən hansına söz vermirsən? Burada da yoxdur. Hansı? Burada hal şəkilçisi var. Kimini sürgünə göndərdilər? Yox. Nə qazansan özünədir. Baxın, sənin özün, ün mənsubiyyətdir, özünə ədəm, hal şəkilçisidir. D variantı. Qeyri-müəyyən əvəzlik haqqında hansı fikir yanlışdır? Qurluqca üç cür olur. Bəli, qurluqca üç cür olur. Hissəciklərlə işlənə bilir. Qurluqca üç cür olurlar. Yəni, yanlış istəyir biri çıxmalıyım avtomatik. Hissəciklərlə işlənə bilir. Hissəciklə işlənə bilirlər. Təbii ki, ikini də çıxıram. İkini çıxan kimi cavab qalır. 3-5. İsmin hər sualına cavab verə bilir. İsmin hər sualına niyə cavab versin ki? Hara sualına niyə qeyri-müəyyən əvəzlik sual cavab versin ki? Bəzi örnəkləri hallanmadan xəbər ola bilir. Bu da doğruda işlərin ümumi şəkildə təyin edərsə təyin əvəzliklərdir. Yəni, cavab olur A variantı. Əhməd gözəl çıxış etdi. Mən də elə çıxış edəcəyim cümləsinin əsasında elə əvəzliyin hansını iki hissəsini əvəz etdiyini müəyyən edin. Əhməd gözəl çıxış etdi. Mən də elə. Nə tərzdə elədən sonra çıxış etmək feili gəlib deyə Z hərfi təbii ki. Hansı cümlədə işlənmiş əvəzliyi sual vermək olmur? Sual əvəzliyinə sual vermək olmur təbii ki. Sual əvəzliyi hansı cümlədədirsə cavab o olacaq. Deməli, elə cavab A variantıdır. Çünki burada nə sual əvəzliyi var. Sən nə vaxt desən, mən hər şeyi kənara qoyub gedəcəyim. Nümunədə əvəzliklərin mənca növlərini müvafiq ardıcılıqla müəyyənləşdirin. Baxın, sən burada nədir? Sən burada şəxs, nə vaxt sual, mən şəxs, hər şey qeyri-müəyyən, kənara qoyub gedəcəm. Deməli, şəxs, sual, şəxs, qeyri-müəyyən. Şəxs, sual, şəxs, qeyri-müəyyən. E variantı. Sonra nümunədə əvəzliyin hansı məna növləri işlənib? Hər kim, qeyri-müəyyən, bu işarə, sual cavab versə qalibdir. Qeyri-müəyyən, bir də işarə. Qeyri-müəyyən, bir də işarə. Hansı cümlədə işarə əvəzliyi işlənmişdir? Elə hər kəs nəticənin nə olacağını gözləyirdi. Burada yoxdur. Bütün bunlar bir bəhanə idi. Bütün bunlar, baxın bu var burada. Bu nədir? İşarə əvəzliyidir. Hansı cümlədə o əvəzliyi həm şəxs, həm də işarə kimi düşünmək olmaz. Bu binada, o binada yaşayır. Bir var deyirəm ki, o hansı binada, o binada. Bir də var adam olaraq o binada yaşayır. O meyvə yeməlidir. Bir var deyirəm, o meyvə yeməlidir. Bir də var deyirəm, o meyvə. Yəni sağdakı yox, soldakı meyvə. O işləri vaxtında yerinə yetirər. O işləri vaxtında yerinə yetirər. Kim o? Bir də var deyirəm ki, o işləri, o vaxtki işləri yaxşı yerinə yetirər. Burada da iki mənada işlənir. O maşının yanında dayanmışdı. Bir var deyirəm, o adam olaraq maşının yanında dayanmışdı. Bir də var o maşının, sağdakı yox, soldakı. O sabahki işlərini qaydasına saldırdı. Burada da şəxs əvəzliyi kimi işlənir. Hansı cümlədə elə əvəzliyi zərfin yerində işlənmişdir? Elə əvəzliyi zərfin yerində. Gərək mən elə o zaman, elədən sonra yəni feil gəlməlidir ki, o zərfi əvəz etmişsin. Cavab E variantıdır. Deməli, 35-də cavab E variantı. O öz biliyi ilə hər kəsi özünə heyran etmişdi. Baxaq görək, o şəxs əvəzliyidir və özündən sonra əvəzlik gəldiyi üçün vergül qoyulmalıdır. Xeyr, qoyulmamalıdır, yazılmalıdır. Yox, o öz biliyi ilə, o şəxs əvəzliyidir. Bir dəqiqə, deməli, 36. Öz biliyi ilə hər kəs özünə heyran etmiş cümləsində əvəzliklərlə bağlı səhv istəyir bizdən. O şəxs əvəzliyidir və özündən sonra əvəzlik gəldiyi üçün vergül qoyulmamışdır.
Kim? O. Kim sualına cavab verirsə şəxs əvəzidir və özündən sonra əvəzlik gəldiyinə görə təbii ki, vergül qoyulmamalıdır. Bu doğrudur. Cümlədəki əvəzliklərin hamısı mənsubiyyətə görə dəyişə bilər. Özüm, özün, mənsubiyyətə görə. Baxın, deyir, mənsubiyyətə görə dəyişə bilər. O nədir? Şəxs əvəzliyidir. Şəxs əvəzlikləri də mənsubiyyətə görə dəyişmir. Ona görə elə cavabımız səhv olacaq B variantı. 37-yə baxırıq. Deməli, nümunədə birində nə əvəzlik kimi işlənmişdir? Nə gözəl yaraşır, necə gözəl. Baxın, necə ilə əvəzləyirəmsə, orada nədir? Orada, deməli, ədatdır. Nə danışırdı, nə də qulaq asırdı. Bağlayıcıdır, nə də inkarlıq bağlayıcısı. Nə gözəldir bu yol boyunca söyüdlər. Necə gözəldir yol boyunca söyüdlər. Aygün, nə gözəl geyinmisən. Necə gözəl geyinmisən. Sən burada nə axtarırsan, nəyi axtarırsan, nəyi sözü ilə əvəzləyə biliriksə, orada nədir? Deməli, sual əvəzliyidir. Hansı cümlədə yalnız mənsubiyyət şəkildə qəbul etdikdən sonra hallana bilən əvəzlik işlənmişdir? Bu elə belə sözlərə aiddir. O da elə belə əvəzliklər. E variantıdır. Hansı cümlədə öz əvəzliyin işlənməsi vacibdir? Sabah işlərimi həll edəcəyəm. Yəni, məndən söhbət gedir. Siz deyilənlərlə razılaşmalısınız. Mən sözlərimi ona çatdırdım. Öz sözlə, mənim sözlə. Sizi buradan uzaqlaşdırmaya heç kimin haqqı yoxdur. Anar maşınını... bax, E variantı olacaq. Nəyə görə? Anar maşınını təmir etdirdi. Anar bilmirəm, öz maşınını mı təmir etdirib, yoxsa sənin maşınını mı təmir etdirib? Ona görə orada öz işlənməlidir ki, dəqiq bilsin. Anar öz maşınını təmir etdirdi. Öz işlənməlidir ki, bilim ki, Anar həqiqətən öz maşınını təmir etdirib, yoxsa sənin maşınını təmir etdirib. Hansı cümlədə elə söz əvəzlik və isim kimi düşünülə bilər? Yəni, eyni anlamda həm əvəzlik kimi, həm də digər mənada işlənsin. Baxaq görək. Düşünmədən qaçaraq güc özünü elə getirdi. Qazan xan dərdini elə danışırdı. Qazan xan dərdini elə danışırdı. Elə ancaq danışırdı da, elə danışırdı. Bir var deyirəm, elə hey danışırdı. O mənada olacaq nə? O mənada olacaq, deməli, əvəzlik kimi. Bir də var deyirəm ki, Qazan xan dərdini elə, obaya danışırdı. O mənada da olacaq nə? İsim. Deməli, olur cavabımız nə? B variantı.